xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə DİM-in 2025-13 aprel tarixində 9-cu sinif şagirdlərinin buraxılış imtahanında onlara təqdim etdiyi riyaziyyat imtahanından sualların izahlarını təqdim edəcəm. Siz bu sualların PDF formasını kanalımla eyni adlı olan mənim riyaziyyat müəllimim Telegram kanalından götürüb işləyə bilərsiniz. Onların doğruluğu bu video ilə yoxlaya bilərsiniz. Kimlər də imtahan veribsə onların hər birinə uğurlar. İnşallah yoxladıqda düz cavabların sayı sizi sevindirər. Gedək suallara. Variant olaraq C variantıdır. Başlayaq elə birinci tapşırıqdan. Düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi də neçə faiz azalar? Əvvəlcə 40% azaltsaq, 100 ilə işləyirik. 100-dən 40-ın çıxıram. 100 çıx 40 vurulsun 20% azaldıq. 100 çıx 20 yəni 60 vur 80 böl 100 bərabər 48% olubsa onda belə çıxır ki 100 çıx 48 52% azalar. Cavabımız A variantı. Çalışma 2. Kubun tilini 2 dəfə azaltdıqda həcmi necə dəyişər? Bilirik ki kubun həcmi A kubudur. Əgər tili 2 dəfə azalsa həcmi olar A kubu böl 8, yəni 8 dəfə azalar. A variantı. Çalışma 3. AOB açıq bucaq CO AB perpendikulardır. DOC bucağı 25 dərəcədir. Bizdən AOD bucağı soruşulur. Bilirik ki verilmiş bu işarə 90 dərəcənin işarəsidir. Onda 180 dərəcədən çıxırıq. 90-dan 25-in cəmini, yəni 115-in çıxırıq. Cavabımız 180 çıx 115, yəni 65 dərəcə. C variantı. Çalışma 4. Verilmiş kəsri ixtisar etmək üçün birinci qruplaşdıraq. M kvadratı çıx M-dən M-i mötərizə xaricinə çıxarsaq, M çıxılsın N. Verilmiş bu ikisində 5-i çıxarsam mötərizə xaricinə. Bax, buradan 5-i götürürəm, birinci M-i yazıram. Sonra çıxılsın M. Bölünsün məxrəci. 5 çıxılsın M, vurulsun 5. Üzərinə gəl M. Surətdə yenidən M-N-i çıxarsaq mötərizə xaricinə. M üstə gəl 5. Bölünsün 5 çıxılsın M. Vurulsun 5 üstə gəl M. 5 üstə gəl M-lər ixtisar gedir. Geriyə qalır M çıxılsın N. Bölünsün 5 çıxılsın M. Belə bir variant B variantında. Çalışma 5. X çıxılsın 2-ni bərabər etsək 6 böl 3-ə, yəni 2-ə. X də bərabərdir 4-ə. C variantı. Çalışma 6. Verilmiş tənliklər sistemini tərəf-tərəfə toplasaq, Y-lər islah olunur. 3x-imiz 6-dırsa, x 2-dir. 2 çıx Y bərabər 6 tənliyi ilə Y -4-dür, amma bizdən elə x soruşulur. Cavabımız 2-dir. B variantı. Çalışma 7. Hansı nöqtə Y bərabər -2x plus 6 funksiyasının grafiki üzərindədir? Baxın, x-in yerinə 6 yazdıqda 0 olur mu? Deyil. X-in yerinə 4 yazdıqda 9 olur mu? Deyil. X-in yerinə -3 yazdıqda 0 olmur. Amma X-in yerinə -5 yazdıqda -2 vur -5. Üzərinə gəl 6. Cavabımız 16. Yəni D variantı. Çalışma 8. Əkob 18, 36 plus əbob 10, 11 cəmini hesablayın. Baxın, 18 ilə 36-nın əkobu elə 36-dır. Nəyə görə? Ədədlərdən biri digərinə tam bölünərsə, əkobu bölünən, əbobu böləndir. 36 18-ə tam bölünür, əkobu 36-dır. 10 ilə 11 qarşılıqlı sadə ədədlərdirlər. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu onların hasilinə bərabərdir. A vurulsun B-yə bərabərdir. Vurguladığım kimi qarşılıqlı sadə ədədlərin əkobu onların hasili əbobu 1-dir. 10 ilə 11 qarşılıqlı sadə ədəddir. Onların əbobu 1-ə bərabərdir. Cavabımız 37-dir. Y variantı. Çalışma 9. Verilmiş tənlikdən x 5 vur 21 bölünsün 15-ə bərabərdir. 5 ilə ixtisar getsə 3 dəfə, 21-i 3-ə böldükdə 7. C variantı. Çalışma 10. İlk 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olma ehtimalını tapın. İlk 10-luğun içində 2, 3, 5 və 7 ədədləri sadə ədədlərdir.
və 10 natural ədədin içindən 4-ü sadədirsə, seçilən birinin sadə olma ehtimalı 10-da 4. 2 ixtisar aparsaq, 5-də 2-dir. Y variantı. Çalışma 11. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 22 dərəcə, ACO 28 dərəcədirsə, BAC bucağını tapın. BAC bucağı vermiş iki bucağın cəminə bərabərdir. Yəni 22 dərəcə plus 28 dərəcədir. Bu da bərabərdir 50 dərəcə. Niyə bu cür olur? Baxın, birləşdirdikdə O və A bucaqlarını, əgər bura 22 dərəcədirsə, bunlar R rolu oynadığından növünə görə həm qara 3 bucaq, eyni zamanda yaşıl 3 bucaq bərabər yanlı 3 bucaqdır. Oturacağımız ki, bucaqları bir-birinə bərabərdir. Bu bucaq 22-dirsə, bu da 22-dir. Bu bucaq 28-dirsə, bu da 28-dir. Onda A bucağı 50 dərəcədir. Çalışma 12. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Kvadratın perimetri 4 adüsturu ilə hesablanır. 4-ü 12-yə vururuq. 48. D variantı. Çalışma 13. Vermiş ifadənin qiymətini hesablayın. Əvvəlcə 14 ilə 56-nı ixtisar aparıram. 4 vur mənfi 15 olduğu kimi saxlayın. Məxrəcdə 20 çıxılsın 50. Yəni 4 dəfə mənfi 15-in mənfi 60, məxrəc mənfi 30, böldükdə də 2. Y variantı. Çalışma 14. Vermiş ifadəni vuruqlara ayırmaq üçün hər ikisində olan x üstəgəl y mötərizə xaricinə çıxarsaq, cavabımız x üstəgəl y vurulsun, c çıxılsın, d. A variantı. Çalışma 15. ABC çoxluqları üçün A kəsişmə B çıxılsın, C-ni tapın. A ilə B-nin kəsişməsini tapmaq üçün əvvəlcə ortaq olanlara baxırıq. 1 var, 2 var və 5 var. 1-dir, 2-dir, 5-dir. C çoxluğu 0, 1-dir, 3-dir, 6-dır. A kəsişmə B çıxılsın, C. A ilə B-də ortaq olanları, ki bu 1-dir. A kəsişmə B ilə C-də ortaq olanları A-dan atıram. Yəni A-dan bunu atsaq geriyə qalır 2 və 5. B variantı. Çalışma 16. AB üzərinə gəl, B-ya bərabər 88 vur, açıq bir şərtini ödəyin, 2 rəqəmli AB ədədini tapın. AB-ni 10-a üzərinə gəl B, üzərinə gəl 10B üzərinə gəl A yazsaq, 88 vurulsun, açılsın. B-ni olduğu kimi saxlayıram. 11-ə üzərinə gəl 11B bərabər 88 vur, açılsın B-də. Hər bir əddi sağlı sollu 11-ə bölsək. A üstə gəl B bərabər deyilmi 8 vurulsun, açılsın B. Və sağ tərəfi açsam 8 açıq 8B, yəni 7A bərabərdir 9B-dirsə A 9-dur, B 7-dir. Alınan AB ədədi 97-dir. Çalışma 17. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri B 8, -8 nöqtəsində yerləşən kvadratın sahasını tapın. Birinci, bu diagonal rol oynayacaq orada. Bu tutaq ki olsun 1. DB diagonalı S-də bərabər deyilmi? D kvadratı bölünsün 2. Bu da bərabərdir. İki nöqtə arasındakı məsafəyə görə DB-ni araşdıraram. Kök altında bu 8 -8-dir. 8 çıx 0-ın kvadratı plus -8 çıx 0-ın kvadratı. Oldu mu 64 plus 64? 128. O da 8 kökdə 2. Burada yerinə yazsam 64 vur 2 bölü 2. Cevabımız 64'tür. Çalışma 18. 2 vurulsun belə bir ifadənin qiymətini hesablayın. Paylama qanunundan istifadə edib mötərizəni açsaq, 2 tam %85'in kvadratı, 7 tam %15'in kvadratı. 2 vur, 2 tam %85 vur, 7 tam %15. Bu da bərabərdir. 2 tam %85 plus 7 tam %15'in mötərizən kənar kvadratı, yəni onun kvadratı. Cevabımız 100'dür. Çalışma 19. X, Y natural ədədlər üçün x, y 6, y z 18 olarsa, x üstə gəl, y üstə gəl z cəminin ən kiçik qiymətini tapın. Baxın, x, y 6-dır, y z 18-də cəmin ən kiçik qiyməti ikisində ortaq olanın ən böyük qiymətində olar. X,
y, z 3-ü də naturaldırsa, hətta nümunə üçün də deyim, x, y, z. X ola bilər 1, 2, 3 və 6 olsun, düzdür? Y ola bilər 6, 3, 2, 1 olsun. Onda z uyğun olaraq 3, 6, 9 və 18 qiymətləri almalıdır, düzdürmü? Və bayaq dediyim, y-in ən böyük qiyməti bu cəmin ən kiçik qiymətində olacaqdır. Ən kiçik cəm 1 plus 6 plus 3 bərabərdir 10 olacaq. Çalışma 20. Bərabər tərəfli LMN üçbucağının sahəsi SLMN ABS üçbucağının sahəsindən 16 dəfə böyükdür. Bilirik ki, bütün bərabər tərəfli üçbucaqlar şərtsiz oxşardır. Bu əgər bizim k kvadratımızdırsa, k-ımız 4 deyilmi? Perimetr LMN-in perimetr ABC-yə nisbəti 4-dür. ABC-in perimetri 9-dursa, onda perimetr LMN bərabər 4 vur 9, cavabımız 36-dır. Çalışma 21. Verilmiş x və y ədədlərinə görə belə bir nisbəti araşdıraq. 5 çıxılsın 2 kökdə 6, vurulsun 5 üstə gəl 2 kökdə 6, 5 üstə gəl 2 kökdə 6, plus 5 çıxılsın 2 kökdə 6. Məxrəc 10-dur, surəti kvadratlar fərqi kimi yığsaq, 25 çıx, 24 cavabımız 10-da 1, yəni 0-1. Çalışma 22. 2 eşikdə birlikdə 50 kiloqram qənd var. Tutaq ki, birinci eşik, ikinci eşik, birincində x olsun, ikincində y olsun. X üzərinə gəl, y 50-də. Hər gün birinci eşikdən 3, ikinci eşikdən 2 kiloqram qənd götürdülər və 6 gündən sonra eşiklərdə bərabər miqdarda qənd qaldı. Yəni birincindən x çıx, 3 vur 6, ikincindən 2 vur 6 olduqda x çıxılsın 18 bərabər y çıxılsın 12 olar. Bu baxımdan x-dən y-in cəmi 50-dir. X çıxılsın y bərabərdir 6-dırsa, tərəf-tərəfə toplasaq 2x-imiz 56-dırsa, x 28-dir. Bizdən soruşulur, birinci eşikdə neçə kiloqram qənd var? Birinci eşikdə olan x-idir, cavabımız 28. Çalışma 23. Satıcı şarın birini 3 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların algı-satqısından da 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Baxın, şarların sayını gəlin, şarların sayı, ümumi sayını x götürək. Birini 12 qəpiyə alıbsa, alanda nə qədər pul ödəyib? Ödədiyi pul 12x deyilmi? Satışdan qazandığı pul 15 qəpiyə də satıb. Satışdan qazandığı pul. Bu da bərabərdir. 15 qəpiyə satır da, belə deyək də, satışdan gələcək pul, hələ o gəlməyibdir, o qədər pulu qazanmayıb. Gələcək pul. Bu olmalıdır 15x. Amma arada 5'i partlayıb. Yəni 60 qəpiyi artıq bu gedibdir, qazancından gedibdir. Partlayan şarlar, Bu 5 ədəddir. İndi nə qədər bunun gəliri olmalıdır? Gəliri bu deyilmi? 15x çıxılsın 12x. Düzdür, bu qədər olmalıdır gəliri. Amma bir arada 5 şarı da partlayıbdır. Onda burada bir çıxacaq 5 dənə 12-ni. Yəni artıq 10 gəliri 15x çıxılsın 12x, bir də çıxılsın həmin bu 60'dır. Bizə deyir ki, həmin bu gəliri 6 manatdan çox olub. Bu 6 manat da çevirirəm qəpiyə. Bu da 600 qəpikdir. Qəpik. Onda olacaq. Bu ikisinin fərqini elə birbaşa yazaq. 3x çıxılsın 60 böyükdür 600-dən. 3x böyükdür 660-dan. X də böyükdür 220-dən. Yəni ən az 221 ədəd.
alıb satmalıdır. Çalışma 24. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm, hipotenuzdan isə 2 cm böyük, hipotenuzdan 2 cm kiçikdir. Yəni, kateti x götürsəm, digər katet x çıx 2, hipotenuz x üstəgəl 2-dirsə, onda x kvadrat plus x çıx 2-nin kvadratı bərabər x üstəgəl 2-nin kvadratı. X kvadrat çıxılsın 4x plus 4, x kvadrat üstəgəl 4x plus 4. Sağ sol x kvadratları və 4-lər gedir. X kvadrat çıxılsın, 4x-i sol tərəfə keçirib mötərizə xaricinə çıxarsam, x 0 ola bilməz, 8-dir. Əgər x 8-dirsə, digər katet 6-dır, hipotenuz 10-dur. Bizdən də hipotenuzu soruşur, cavabımız 10-dur. Çalışma 25. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qövsünün uzunluğu 4pi-dir, AO 6-dır. AB və AC bir-birinə bərabər olarsa, yəni bu artıq toxunan kimidir, bərabər yanlış bucaqdır. Verilən fiqurun deyir sahəsini tapın. Birinci gəlin bu yarım çevrədən radiusu araşdıraq. Onu bizə verib 4pi. Yarım çevrə pi yerdir, bərabərdir. 4pi-dirsə R-imiz 4-dür. Bəs R 4-dürsə CB 8 deyilmi? BC bərabər də 2R-dir. O da bərabər 8. Onda həmin bu konstruktiv fiqurun sahəsi bərabər S, yarım dairə, üstəgəl S, ABC üçbucağının sahəsi. Yarım dairə deyəndə pi r kvadrat bölü 2, üstəgəl ABC-nin sahəsi BC vur AO böl 2. Bu da bərabərdir. Pi r kvadrat bölü 2-miz R4-dür. 16 pi bölü 2 plus 8 vur 6 bölü 2, yəni 8 pi üzərinə gəl 24. Bununla da biz sizinlə 13 aprel 2025 tarixində DİM-in 9-cu sinif şagirdləri üçün buraxılış imtahanında təqdim etdiyi riyaziyyat imtahanından suallarını, izahlarını yekunlaşdırdıq. Gələn videolarda görüşərik. Sağ olun.